Allahümme salli ala Muhammedin ve ali Muhammed ve əccil fərəcəhum. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Bağışlan və mehriban Allahın adıyla salamlayıram hər birinizi, dəyərli izləyicilər. Artıq 10 gündən çoxdur ki, biz Bahəm, Fatimiyyə günləri münasibəti ilə bəzi mövzuların ətrafında danışırıq və bir çox nöqtələri siz dəyərli izləyicilərin nəzərinə çatdırmağa çalışırıq. Bugün də çox gözəl nöqtələri çatdırmağa çalışacağıq. Əgər xatırlayırsınızsa, ötən dəfə biz Fədək xütbəsi barəsində bir neçə nöqtəni çatdırdıq. Birinci nöqtə bu idi ki, yəni Fədək xütbəsi barədə əgər iki hissədə yanaşsaq və birinci nöqtə bu idi ki, xanım Fatimiyyə Zəhranın həmin o xütbəni etməyə gedərkən geyim tərzi, davranışı və kimlə getməsi, kimin müşayiətində getməsi və necə rəftar etməsi məsələsi idi. Bu, biz xanımlar üçün örnək və nümunə olmalıdır deyə qeyd etdik. Amma ikinci nöqtə xütbənin öz mətnidir. Xütbənin öz mətni çox önəmlidir. Mən xüsusilə bu nöqtələri son günlərə saxladım ki, bu dəyərli nöqtələri Həzrətin şəhadətinə yaxın günlərdə müzakirə edək və artıq bir neçə gündən qeyri fürsətimiz yoxdur ki, bahəm bu mövzuları müzakirə edək. Və bu xütbə o qədər dərin bir mənaya, o qədər dərin bir nöqtələrə, önəmli nöqtələrə malikdir ki, möhtəva və mətn baxımından həqiqətən də, yəni hətta əhl-i-sünnə alimlərindən bu xütbə barədə bir çox nəzərlər deyilibdir və bir çox insanların Şiə məzhəbini qəbul etməsinə səbəb olubdur. Bunlardan biri də Doktor Əbdülmunim Həsən Sudanidir. Hansı ki, özü əhl-i-sünnə olubdur, səhv etmirəmsə Maliki məzhəbindən olubdur. Lakin xanım Fatimiyyə Zəhranın bu xütbəsini oxumaqla, yəni Şiə məzhəbini qəbul edir və özü də gözəl bir kitab yazır xanım Fatimə barəsində. Kitabın adı da belədir ki, Fatimənin nuru ilə hidayət oldum. Çox gözəl bir kitabdır. Mən bilmirəm bu Azərbaycan dilinə tərcümə olunub yoxsa yox, amma ərəb dilində, fars dilində bilənlər bu kitabın möhtəvasından istifadə edə bilərlər. Fatimənin nuru ilə hidayət oldum. Çox önəmli bir kitabların sırasındadır, maraqlı bir kitablardandır və bu özü onu çatdırır ki, Fədək xütbəsi ki, biz bugün onun barəsində bir neçə nöqtələri vurğulayacağıq. Bəs deməli, bu xütbəni diqqətlə hər bir şəxs təhlil etsə, diqqətlə heç bir qərəzi olmadan mütaliə etsə, haqq yolunu tapa bilər və xanımın barəsində çox şeylər əldə edə bilər. Baxın, xütbədə düzdür ki, Həzrəti Zəhranın Fədək xütbəsi adlandırılır, amma xütbənin mətnində çox şeylərə yer verilibdir. Birincisi, xanım Fatimiyyə Zəhra Allaha şükür, həmd və sənanı çatdırır. Biz əlbəttə hər il müxtəlif mövzulara toxunduğumuz zaman dəfələrlə Fədək xütbəsinə toxunuruq. Amma bu dəfə qısaca istəyirəm ki, başlıqları ümumiyyətlə qeyd edim ki, hansı nöqtələr toxunur və sonda bir neçə maraqlı nöqtəni nəzərinizə çatdırım. Xanım Fatimiyyə Zəhra birinci növbədə, yəni məsciddə insanlara müraciət edərkən Allaha şükür və həmd və sənanı çatdırır. Yəni Allahın varlığına işarə edir və daha sonra Allahın tanıtdırılması barəsində bir neçə cümləyə toxunur, bir neçə cümləni çatdırır və Allahın varlığını insanlara çatdırır, diqqətləri təvhid bəhsinə cəlb edir. Və daha sonra Peyğəmbərin məbəəs olması, yəni besəti barəsində nöqtələri çatdırır ki, Peyğəmbəri Allah Taala nə üçün seçmişdi, nə üçün göndərmişdi. Bir daha sanki əvvəldən giriş edir, təkrar edir, insanların nəzərini əsas hədəfə, insanın yaranışına, insanın nə üçün Peyğəmbər göndərilibdir, Allahın varlığı, bütün bunlara diqqətləri cəlb edir. Daha sonra Quranın xüsusiyyətlərinə toxunur. Bilirik ki, Quran hidayət kitabıdır. Yəni, bugün müsəlmanların ən böyük problemlərindən biri budur ki, Quranla ünsiyyətləri yoxdur və yaxud da çox təəssüflər olsun ki, mən bir çox müsahibələri, bir çox sosial şəbəkələrdə sual-cavab proqramlarını izlədiyim zaman görürəm ki,
heç bir savadı olmadan, heç bir dərin bilgisi olmadan Qurana məsxərə ilə yanaşırlar, Qurana ciddi yanaşmırlar, nağıl kitabı adlandırırlar. Halbuki bugün dünyanın özündə hətta müsəlman olmayan şəxslər Qurandakı nöqtələrdən, elmi nöqtələrdən istifadə edirlər. Və bilirik ki, Qurani Kərim özü həm tarixi kitabdır, həm irfani kitabdır, həm əxlaqi kitabdır, həm elmi kitabdır. Hər cəhətdən yəni yanaşsaq hər tərəfli bir kitabdır insanların hidayəti üçün. Və xanım Fatimə Zəhra da insanlara Allahın bəndəsi olduğunu çatdırır. Daha sonra yəni onlara işarə edir ki, siz Allahın bəndəsisiniz və Allahın kitabı barəsində, Allahın kitabının xüsusiyyətləri barəsində çatdırır. Və o kitabda olan ən önəmli surələrdən biri də Möminin surəsidir. Yəni Möminlər surəsidir ki, əgər hər bir şəxs istəsə ki, möminlərin xüsusiyyətlərini tanısın, gərək bu surəyə müraciət etsin. Ümumiyyətlə hər bir yəni ildə insan gərək Quranın tərcüməsinə, Quranın təfsirinə diqqət yetirsin və mütaliə etsin bunu. Və Qurana işarə edir ki, Quranın xüsusiyyətlərini çatdırır, Qurana işarə edir. Çünki Quranın da ən çox təkid etdiyi şeylər ki, əgər diqqət yetirsək, namazdır, vacibatlardır, bütün hər şey onun içində toplanıbdır. Və insan namazla Allaha yaxınlaşır. Bu nöqtələrə də diqqət yetirmək lazımdır. Və daha sonra Furudin və imamətə işarə edir. Furudinə və imamətə işarə edir. Yəni bütün vacib əməllərə işarə edir. Orada ümumiyyətlə insanların vacib əməlləri sırasında bildiyimiz kimi, yəni namazdır, orucdur, həcc mərasimidir. Furudində yəni olan hər bir şey ki var, onlara işarə edir və imamətə diqqətləri cəlb edir. Və daha sonra Peyğəmbərin yoluna üst tutmaq barəsində danışır, Peyğəmbərin yolunu getmək barəsində danışır və onlara, ərəb cəmiyyətinə xatırladır ki, cahiliyyət dövründə hansı şəkildə yaşayırdılar, hansı tərzdə yaşayırdılar. Hətta su içmələrinə qədər hansı qablardan su içirdilər, nə şəkildə yaşayırdılar. İslamın onlara gətirdiyi, yəni nəzafət, təmizlik, əxlaqi cəhətlər hər tərəfli bu nöqtələrə toxunur və Əli əleyhissalamın xüsusiyyətləri və rolu barəsində danışır, mübarizələri barəsində danışır ki, İslam yolunda hansı mübarizələr aparmışdı, hansı xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, dünənki gündən bugünkü günün müqayisəsini edir və insanlara bu nöqtələri çatdırır. Onların diqqətini hara cəlb etməyə çalışır? Yəni, bir maraqlı nöqtə budur ki, onlara deyir ki, yəni siz Allahın höccətinin, Peyğəmbərin sözünü ayaq altında qoyursunuz və onların səsinə səs vermirsiniz, vəsiyyətinə əməl etmirsiniz, əmanətə xəyanət edirsiniz kimi bir çox nöqtələri çatdırır və bundan əlavə də daha sonra qonşuluq məsələsinə toxunur. Bu nöqtələrin arasında qonşuluq məsələsi də var. Qonşuluq məsələsinə toxunur ki, siz necə qonşu hüquqlarına riayət etmirsiniz və qonşunun harayına çatmırsınız. Bilirik ki, Həzrəti Əli əleyhissalamla xanım Fatimə Zəhra bir tək Allahın yəni höccətləri deyildilər. Eyni zamanda həm də onlarla qonşuydular, eyni məhəllədə yaşayırdılar, eyni şəhərdə yaşayırdılar və qonşuluq hüquqlarına işarə edir ki, qonşuluq hüquqlarından məhz işarə edir ki, siz necə yəni öz qonşunuzun əziyyət çəkməsinə göz yumursunuz, qonşunuzun haqlarını ayaq altında qoyursunuz. Yəni ən azından qonşuluq hüququ deyilən bir hüquq var ki, İslam buna çox əhəmiyyət verir. Yəni bir-bir imamın imamətindən, peyğəmbərdən, hamısından sıralaması ilə gələ-gələ qonşuluq hüquqlarına işarə edir və insanların ümumiyyətlə əhəmiyyətsiz yanaşmasına diqqətləri cəlb edir ki, necə olur ki, onlar dinin ayinlərinə, dinin vacibatlarına, furudinə əhəmiyyətsiz yanaşırlar. Bir çox bu cür nöqtələrə diqqətləri cəlb edir və Peyğəmbərdən sonra insanların yolunu nə səbəbdən azması barəsində bir çox nöqtələri çatdırır. Bir çox nöqtələri çatdırır ki, inşallah ki, Allah Taala ömür versə, biz gələn dəfə
digər fədək xütbəsi barəsində digər nöqtələri çatdıracaq və həmin o dəlillər ki, insanların azğınlıqlarına səbəb olmuşdu Peyğəmbərdən sonra xanımın öz dilindəndir, onlara da işarə edəcək. Bu xütbə tarixdə ən önəmli xütbələrdən biridir, oxumağa dəyər və çox yaxşı olar ki, bu 20 günlük Fatimiyyə proqramlarında, məxsusən də bu son günlərdə bu xütbənin mütaliəsinə vacib hesab edib vaxt ayıraq və məlumatımız olsun inşallah ki, çox böyük bir yəni maarifə səbəb olan, yəni insanı maarifləndirən bir xütbədir ki, çox önəmli nöqtələrə xanım işarə edibdi. İnşallah gələn dəfə mövzumuza davam edəcəyik və iştirak etdiyiniz məclislərdə, mərasimlərdə bizləri də öz xeyir duanızda unutmayın inşallah. Sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.